Cəmiyyətimizdə bəzi dırnaqarası dindarlar var ki, hər oyundan çıxırlar, amma maşallah olsun, namaz niyazlarından da qalmazlar. Dəfələrlə olub demişəm, ay anam, ay bacım, ay qardaşım, əgər bu dinə gəlmisənsə, bu dinin icazə və qadağalarına əməl etməlisən. Sənin haran dindardır? Namaz qılırsan, bəli. Oruç tutursan, bəli. Toya gedirsən, bəli. Toyda oynayırsan, bəli. Zina edirsən, bəli. Yalan danışırsan, bəli. Sən bu dinin harasındasan? Bilirsiniz necədir qardaş? Bizə zurna çalan dindarlar lazım deyil. Bizə Elşad Mirinin təbliğ etdiyi dini yaşayan dindarlar lazım deyil. Baxırsan gecə saat 3-dür, Möminə xanım TikTokda canlı yayım aparır, qızğın oyun gedir. Haydi Seyid, ekranı tıkla. Sənin özünü tıklayan lazımdır. Gecə saat 3-də nə oyundan çıxırsan? Öz də bunların nəyinə fikir vermişəm? Naməhrəm kişilərlə oyun aparanda baxırlar ki, qarşı tərəf biraz yaraşıqlıdır, başlayırlar səslərin əzib büzməyə, biraz naz-qəmzəli danışmağa ki, qarşı tərəfə xoş geçsin. Bir söz yazanda, irad da bildirəndə elə söyüşlər söyürlər, and olsun Allaha adamın 7 qatından keçir. Qardaşlar, bəzən elə söyüşlər söyürlər, heç bəlkə də küçə qadınlara söyüşləri bilmir. Baxırsan başında hicabı, üzündə niqabı, gecə saat 3-dür naməhrəm kişilərlə oyun aparır. Biabırçılıqdır axı bu.